5-si ailə tipli kiçik qrup evi, 6-sı uşaq evi olmaqla 8 sosial xidmət müəssisəsi Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilir. Bu müəssisələr Respublikanın müxtəlif rayon və şəhərlərində yerləşir. Müəssisələrdə uşaqlara sosial reabilitasiya xidmətləri ilə yanaşı, asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə xidmətlər də göstərilir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar sosial məişət, sosial-psixoloji, tibbi sosial, sosial-pedaqoji və sosial hüquqi xidmətlər ilə təmin olunurlar. Müəssisələrə qəbul edilən hər bir şəxs üçün mütəxəssislər tərəfindən fərdi inkişaf planı tərtib edilir və plana uyğun olaraq sosial reabilitasiyası həyata keçirilir. Uşaqların müəssisələrə yerləşdirilməsi ilə bağlı müraciətlər e-sosial az elektron portalında valideyn himayəsindən məhrum olmuş uşaqlar himayədar ailə və övladlığa götürmə bölməsində valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi alt bölməsi vasitəsilə aparılır. O cümlədən müraciətlər dost mərkəzləri vasitəsilə də qəbul edilir.